Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzu ondan ibarətdir ki, niyə əksər müəssisələrdə şirkət yaxud dövlət müəssisəsi olsun, iş müsahibəsinə gedən zaman yaxud CV atılan zaman ilk başda təzə ali təhsil müəssisəsinin, yəni universiteti bitirən şəxsdən tələb olunur ən azından 1 il iş stajı. Düzdür, bu bilirsiniz, səhv fikirdir. Niyə səhvdir? Çünki o insan təzə bitirib, ən azından 1 ildə keçsə də ondan sən staj tələb edə bilmərsən. Çünki bunun 20-21 yaşı var. Və daxilən də bəzi təzə bitirən tələbələr də olsun, bunu səhv başa düşürlər. Staj deyəndə səndən rəsmi staj yox, bəzən, hətta əksərən, bəzən dedikdə, hər hansı bir növ dövlət qurumlarında, şirkətlərdə yox çox vaxt, dövlət qurumlarında səndən rəsmi olaraq təcrübə proqramları nəzərdə tutulur. İstər əksərən nazirliklərinə, agentliklərinə, komitə komissiyalarına qədər getdiyin həmin müəssisələrdə könüllü fəaliyyət. Və təcrübə olaraq gedib qatılmadığın təqdirdə təbii ki, bəzi müəssisələr var, ödənişli də olur, ödənişsiz də olur. Sənə ziyandır. Çünki CV-də ən azından qeyd etməyə hər hansı bir növ müsbətə doğru mənfidən kənar staja yaxın bir faktor olur ki, orada onu qeyd edirsən filan müddətdən filan müddətə qədər. Və nəticə etibarından da bəzi tələbələrin tupoyluğundan və bədbəxtçiliyindən də həmin müddət boşa keçdikdən sonra təbii ki, tələbəçilik müddəti sənin avaralanmağın, sənin pis vəziyyətdə o tin, bu tin, o küçə, bu mol gəzmək demək deyil ki. Bu müddət keçdikdən sonra təbii ki, artıq düşünürsən ki, sən səhvsən, sən günahkarsın. Çünki o müddət getdi, onu geri qaytara bilmərsən. Sən ki, bir addım daldasan. Gedib həmin müəssisəyə qoşulan tələbələrdən. Çalışın o müddəti boşa verməyin. Staj yox, ən azından o kiçik bir fəaliyyət, müəyyən irəliləyiş, inkişaf deməkdir. Kəminiz CV-də onu qeyd edəsən. Seanslarımız yəni onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsin, məlumat verə bilərlər.